Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri izahımız olacaq zamanlar mövzusu haqqında. İlk öncə başlayırıq sadə zamanlardan və indiki zamandan. İndiki zaman ümumiyyətlə aidiyyət halını almış daimi faktlar, hərəkətlər, yəni təkrarlanan hadisələri ifadə etmək üçün istifadə olunur. İndiki zamanı düzəltmək üçün məsdərdən sadəcə to hissəciyini atırıq və yalnız üçüncü şəxsin təkində, yəni she, he və yaxud it olarsa, o zaman feilin sonuna s və yaxud es sonluğu əlavə edilir. Məsələn, I eat apples. I dediyimiz zaman yəni feil olduğu kimi qalır. Amma üçüncü şəxsin təki olarsa she, he və yaxud it olacaq eats apples. Sual və yaxud inkarını düzəltmək üçünsə do və yaxud does köməkçi feilindən istifadə edirik. Does'ı yalnız üçüncü şəxsdə istifadə edirik, yəni üçüncü şəxsin təkində. Do isə qalan bütün şəxslərdə istifadə olunur. Və yadda saxlamalıyıq ki, do does'dan sonra feil mütləq şəkildə birinci formaya qayıdır. Məsələn, deyək ki, burada qeyd olunur ki, you eat apples. İnkar etdiyimiz zaman gətirib do hissəciyini əlavə edirik və do'dan sonra not inkar hissəciyi əlavə olunur. You don't eat apples. Və yaxud da sual verdiyimiz zaman isə do və yaxud does köməkçi feili keçir mübtədadan əvvələ. Do you eat apples olacaq. Eyni qaydada üçüncü şəxsin təkində də she, he doesn't eat apples. Does'dan sonra not inkar hissəciyi yerləşdirilir və sualda isə sadəcə does keçir mübtədadan əvvələ. Does she, he eat apples. Artıq biz burada gətirib yenidən it yaza bilmərik. Çünki qeyd etdiyimiz kimi do does'dan sonra feil mütləq olmalıdır birinci formada. Sadə indiki zamanda istifadə olunan zaman zərflərini əzbər bilməliyik. Çünki əsasən bizə testlər verilərkən ya uzlaşma formasında ya da ki zaman zərfləri vasitəsilə bəlli olur ki, biz hansı zamandan istifadə etməliyik. İndiki zaman zərfləri always, usually, often, frequently, sometimes, seldom, rarely, normally, generally. Every üstəgəl zaman zərflərinin hamısı every day, every week, every year bunların hamısı olacaq. Once a week məsələn həftədə bir dəfə və yaxud twice a day gündə 2 dəfə, 3 times a year məsələn ildə 3 dəfə və s. Yəni biz bunları gördüyümüz zaman, bu zaman zərflərini gördüyümüz zaman istifadə etməliyik sadə indiki zaman. Daha sonra keçirik keçmiş zamana. Keçmiş zamana gəldikdə keçmiş zaman keçmişdə baş verib qurtaran hərəkətləri bildirir və keçmiş zamanı iki formada düzəldə bilirik. Ya feillərin sonuna id əlavə etməklə və yaxud da feilləri kökündən dəyişməklə. Yəni burada artıq qaydalı və qaydasız feillər ortaya çıxır. Məsələn, deyir ki, Tom solved the problem. Yəni burada artıq solve qaydalı feildir, hansı ki id vasitəsilə düzəlir. Amma məsələn, they made up their mind olanda burada artıq made up, make'in deməli keçmiş zaman formasıdır, hansı ki bu qaydasız feildir. Yəni burada da artıq feilləri əzbərləməliyik, qaydasız feilləri ki, onları rahatca tapa bilək. Sual və yaxud inkarına gəldikdə isə sualında, inkarında did köməkçi feilindən istifadə edirik. Burada artıq indiki zamandakı kimi deyil, yəni bütün şəxslərdə did olaraq qalacaq. Eləcə də inkarı da did not vasitəsilə düzəlir. Məsələn, Tom solved the problem cümləsinə sual verdikdə did keçir mübtədadan əvvələ, did Tom solve the problem olacaq və solvdakı artıq idi hissəsi düşür, yəni sadəcə feil qayıdır əvvəlki formasına. İnkar etdikdə də yenə Tom did not və yaxud didn't solve the problem olacaq. Yenə də inkarda feil qayıtmalıdır əvvəlki formasına. Və yaxud eyni qaydada qaydasız feillərə gələndə they made up their mind, sual verdikdə they keçir, daha doğrusu did keçir mübtədanın əvvəlinə. Və feil qayıtda artıq birinci formaya, yəni yuxarıda made up idi, amma sualda make up olacaq. Və yaxud inkarda da they didn't make up olacaq. Yenə də didn't-dan sonra feil qayıdır əvvəlki birinci formasına. Və zaman zərflərinə gəldikdə isə zaman zərfləri yesterday, dünən, ago əvvəl deməkdir. Ümumiyyətlə, ago-nu harda görürüksə sayda keçmiş zaman istifadə etməliyik. Once bir vaxtlarda, in my childhood ola bilər, uşaqlığımda, gəncliyimdə və yaxud 2005-ci illərdə, yəni hal-hazırda 2025-ci ildəyik, 2025-dən geriyə qalan illəri biz sayda keçmiş zamanda istifadə edə bilərik. Eləcə də last üstəgəl zaman zərfləri, last day, last year, last Saturday və s. Yəni lastla olanların hamısı da olacaq sayda keçmiş zamanda. Gələcək zamana gəldikdə isə gələcək zaman gələcəkdə baş verən hadisələri ifadə etmək üçün düzəlir və köməkçi feil olaraq will'dan istifadə edirik. Məsələn, Tom will come today. Yəni will üstəgəl əsas feil. Köməkçi feilimiz burada will olacaq. Sual inkarı da yenə will'in özü vasitəsilə düzəlir. Məsələn, will Tom come today? Yəni will keçir mübtədadan əvvələ. İnkarda isə will'dan sonra not inkar hissəciyə əlavə olunacaq. Tom will not come today deyirik məsələn.
Və gələcək zaman zərflərinə gəldikdə tomorrow, sabah, soon, tezliklə, in üstəgəl zaman zərfləri ola bilər. Məsələn, in 7 days, 7 gün içərisində və yaxud da in 2045, 2045-ci ildə. Next üstəgəl zaman zərflərinin hamısı da gələcəyə aiddir. Next year, next month və s. Bunların hamısı da olacaq gələcək zamanda. Zaman bağlayıcılarına gəldikdə burada əsas hissəyə diqqət eləyirik. Zaman budaq cümləsində bağlayıcıdan sonra heç vaxtı gələcək zaman istifadə etmirik. Ya sayda indiki zaman ya da sayda keçmiş zaman istifadə etməliyik. Zaman budaq cümləsinin bağlayıcılarına gəldikdə isə when, till, until, as long as soon as, after, before, while bunlardan sonra yəni birbaşa biz heç vaxtı gələcək zaman istifadə eləyə bilmərik. Eləcə də şərt budaq cümləsinin bağlayıcıları da olan if və yaxud unless. Unless özü if nota bərabərdir, yox deməkdir. Yəni bunu da qeyd edeyim ki, unless-in olduğu yerə inkar vermirik. Çünki unless özü gördüyümüz kimi if not deməkdir. Və bu bağlayıcılardan sonra da gələcək zamandan istifadə etmirik. Məsələn, deyir ki, if she comes, burada artıq will olmaz. Yəni, if-dən sonra şərt budaq cümləsinə gələcək zaman gəlmir. We will inform you. Və bir şey də qeyd edelim ki, tələbələr bəzən çaşırlar. Baxın, burada biz qeyd edirik ki, budaq cümlədə, yəni bağlayıcının istifadə olunduğu hissədə gələcək zaman gəlməz. Baş cümlədə gələcək zaman gələ bilər. Və budaq cümlə ilə baş cümlə yerini dəyişə bilər. Məsələn, we will inform you if she comes. Əgər o gəlsə, biz sizə məlumat verəcəyik. Yəni, burada baş cümlə ilə budaq cümlə yerini dəyişə bilər, ortada da gələ bilər, əvvəldə də gələ bilər. Və qeyd etdiyim kimi, bağlayıcıdan sonra gələcək olmaz. Digər hissədə gələcək zaman verə bilərik ki, onsuz da indiki zaman ya indiki ya gələcək zamanla uzlaşır. Və yaxud da before the sun sets, biz burada heç vaxtı will yaza bilmərik, çünki before da zaman budaq cümləsinin bağlayıcısıdır. Amma digər hissəyə baxsaq görəcəyik ki, the wind will begin blowing gəlir. Yəni, bu baş cümlədə artıq biz gələcək zamandan istifadə etmişik. Bu bağlayıcıların birbaşa ardınca hansı ki, gələcək verə bilmərik. Baş cümlədə gələcək zaman istifadə edə bilirik. Bunu əzbər bilməliyik, çünki bununla tez-tez testlərdə rastlaşacağıq. Ona görə zaman və şərt budaq cümləsinin bağlayıcılarını əzbərləməliyik. Daha sonra növbəti gəlirik davam edici zamanlara. Davam edici zamanlar əsasən yeni danışdığımız zamanda, yəni indiki davam edici zaman ələxüsusda danışıq zamanı davam edən, yəni daimi dəyişən hərəkətləri ifadə etmək üçün düzəlir. İndiki davam edici zaman to be-nin indiki zaman formaları, yəni am, is, are, üstəgəl əsas feil, üstəgəl ing vasitəsilə düzəlir. Məsələn, I am speaking at the moment. Burada I və biz bilirik ki, to be-nin formalarından I ilə am istifadə olunacaq. Fail, speak-dir, sonuna ing əlavə olunur. At the moment isə deməli present continuous, yəni indiki davam edici zamanın zaman zərfidir hansı ki. Və yaxud da she is speaking at the moment. Yenə də üçüncü şəxsin təki olduğu üçün is köməkçi feilindən istifadə olunur. Və sualın inkarına gəldikdə isə sualı inkarı özü vasitəsilə düzəlir. Yəni, is keçir mübtədadan əvvələ, is she speaking və yaxud da inkarda isə isdən sonra not inkar hissəciyə əlavə olunacaq. She is not speaking. Və zaman zərfləri əsasən at the moment, hal-hazırda, now, at present, still, bunların hamısı və yaxud burada ola bilər, məsələn, constantly ola bilər, davamlı olaraq və yaxud da currently ola bilər. Currently hal-hazırda, yəni cari deməkdir, hansı ki now'dur, still'dir və yaxud at the moment'dir, bunlar kimi eyni zamanda istifadə olunur indiki davam edici zamanda. Və sonra keçirik keçmiş davam edici zaman. Keçmiş davam edici zaman isə keçmişdə müəyyən bir vaxt ərzində, yəni bir periodda baş verib davam edən hərəkətləri bildirmək üçün istifadə olunur. Hansı ki, köməkçi feilləri gəldikdə, yəni was, were, to be-nin formaları daha doğrusu üstəgəl feil, üstəgəl ing vasitəsilə düzəlir. Yenə də sualı inkarı özü vasitəsilə düzələcək. Məsələn, she was writing a letter. Burada üçüncü şəxsin tək olduğu üçün was istifadə olunur. Sualda yenə də was keçəcək mübtədanın əvvəlinə, was she writing a letter. İnkarda isə she wasn't writing a letter. Yəni wasdan sonra not inkar hissəciyini əlavə edirik. Və yaxud da digər əgər əvəzliklər olarsa, you were climbing the mountain. Burada da you olduğuna görə were-dən istifadə edirik. Sualda were keçir əvvələ, inkarda isə yenidən were-dən sonra not inkar hissəciyə əlavə edirik. Zaman zərflərinə gəldikdə, keçmiş davam edici zamanın zaman zərfləri, belə deyək də, əsasən yesterday'dir, daha sonra last üstəgəl konkret bir vaxt olarsa, məsələn, tutalım ki, yesterday və yaxud da last Sunday verilir bizə testlərdə.
Eləcə də last week ola bilər. Biz bunları gördüyümüz zaman sayda keçmiş zamandan istifadə edirik. Yəni bunlar sayda keçmişdir. Əgər bunların qarşısında konkret bir vaxt olarsa, məsələn qeyd olunarsa ki, at 5 o'clock yesterday, dünənləri saat 5-də və yaxud da ola bilər burada bizə verilsin the whole day last week məsəl üçün, keçən həftə bütün gün və yaxud da ola bilər verilsin ki, from 5 p.m. to 8 p.m. Yəni saat 5-dən 8-ə kimi. Yəni konkret vaxt olarsa keçmiş zamanın qarşısında, o zaman istifadə edirik keçmiş davam edici zaman. Məsələn, she was reading a book at 5 yesterday. Dünənləri saat 5-də kitab oxuyurdu. Yəni həmin zaman dilimində kitab oxumaqla məşğul idi. Zaman bağlayıcılarına gəldikdə isə when və while'dan istifadə olunur. When anda, əndə, while isə arkan, erkən deməkdir. Yəni bu nə deməkdir? When və while'dan sonra, yəni hər ikisindən sonra da davam edici zaman gələ bilər və digər tərəfi sayda zamanda da ola bilər. Məsələn, deyir ki, when I was cooking dinner, I cut my finger. Yəni yemək hazırlayarkən barmağımı kəsdim. Nasıl ki, burada yeməyi hazırlamaq, yəni yeməyi bişirmək davam edən bir prosesdir. Amma əli kəsmək anındaca baş verən bir şeydir deyə biz artıq onu sayda zamanda ifadə edirik. Və yaxud da ola bilər ki, while I was cooking dinner, he was watching TV. Hər iki tərəfi də davam edici zamanda ola bilər. Mən deməli yemək hazırlayarkən o televiziyaya baxırdı. Burada artıq hər ikisi də davam edici zamandadır. Və yaxud da ola bilər ki, sayda bir zamanda gəlmiş olsun. When I cut my finger, I was cooking dinner. Mən barmağımı kəsəndə yemək hazırlayırdım. Yəni bu o deməkdir ki, when-dən də yaxud da while-dan sonra həm davam edici zaman gələ bilər, eyni vaxtda da sayda zamandan da istifadə edə bilərik. Daha sonra gəlirik gələcək davam edici zamana. Gələcək davam edici zamanda gələcəkdə müəyyən bir vaxt ərzində davam edəcək hərəkətləri ifadə edir. Və düzəlmə formasına gəldikdə will ardınca be, verb, ing şəklində düzəlir. Yəni bu o deməkdir ki, gələcək davam edici zamanda, məsələn, sizdə testlərdə belə bir hal olarsa, will playing belə bir hal mövcud deyil. Yəni bu yanlışdır. Mütləq şəkildə gələcək davam edici zamanda ortada be olmalıdır. Məsələn, we will be playing chess from 5 to 7 tomorrow. Sualın inkarı yenə də özü vasitəsilə düzələcək. Sualda sadəcə will keçir mübtədadan əvvələ, inkarda isə sadəcə will'dan sonra not inkar istəciyini əlavə edirik. Zaman zərflərinə gəldikdə necə ki keçmiş davam edici zamanda, eləcə də gələcək davam edici zamanda da əgər gələcək zaman zərflərinin qarşısında konkret vaxt olarsa, məsələn, from 5 to 7, yəni saat 5-dən 7-yə qədər və yaxud da tutalım ki, at 5 o'clock tomorrow deyərsə, bu halda da yəni istifadə eləyəcəyik gələcək davam edici zaman. Sonra növbəti keçirik bitmiş zamanlara. Bitmiş zamanlarda deməli ilk öncə başlayaraq indiki bitmiş zamandan. İndiki bitmiş zaman hərəkət, yəni bitib nəticə göz qabağında olan vəziyyətləri ifadə etmək üçün istifadə olunur. Düzəlmə formasına gəldikdə indiki bitmiş zamanda have, has və üstəgəl feilin üçüncü forması, yəni participle to-dan istifadə olunur. Tərcümə olaraq muş və yaxud ıb kimi tərcümə edilir Azərbaycan dilinə və sualı inkarı özü vasitəsilə düzəlir. Məsələn, deyir ki, you have broken it, sən onu sındırmısan. Biz artıq burada sual verəndə have keçir mübtədadan əvvələ, have you broken it, inkarda isə you haven't broken it, yəni ki, have-dən sonra not inkar istəciyi əlavə edilir. Və onu da qeyd edim ki, bəzən tələbələr bunu sayda zamanlardakı kimi çaşdırır. Yəni burada artıq have, has-dən sonra feil birinci formaya qayıtmır. Yəni qəlib olaraq have, has üstəgəl feilin üçüncü forması vasitəsilə düzəlir. Sualda da inkarda da olduğu kimi qalacaq. Və yaxud da he has fixed it, o bunu düzəldib, sual verəndə has keçəcək mübtədadan əvvələ, inkarda yenidən hasdən sonra not inkar istəciyi əlavə edilir. Zaman zərflərinə gəldikdə already, for, since, yet sualda və yaxud inkarda istifadə edilir. Recently, lately, so far, before, just, never, ever, today. This üstəgəl zaman zərflərinin hamısı istifadə olunacaq. Deməli, indiki bitmiş zamanda. Və burada bir şey də qeyd edeyim ki, yet, məsəl üçün ola bilər bizə testlərdə belə bir şey verilsin ki, she didn't come home yet və yaxud da eyni qaydada verilsin ki, she hasn't come home yet.
Burada birinci yanlışdır, ikinci isə doğrudur. Niyə görə doğrudur? Baxmayaraq ki, hər ikisində də inkardadır və qeyd elədik ki, yet sual və yaxud inkarda istifadə olunur. Yəni burada artıq birinci cümlədə didn't come yanlışdır. Çünki biz yeti istifadə edirik bitmiş zamanda, sadə zamanda istifadə edə bilmərik. Məsələn, I have already changed my mind. Burada already-dən istifadə olunur. Yenə də hansı zamandan istifadə etmişik? Bitmiş zamandan. Və yaxud da they have just solved the problem. Yenə də just olduğu üçün istifadə olunacaq indiki bitmiş zamandan. Eyni qaydada the temperature has increased recently. Recently varsa istifadə olunacaq indiki bitmiş. Və yaxud da burada baxın inkarda sonda the usage of plastic hasn't been reduced yet. Yəni plastikin istifadəsi hələ də azaldılmayıb. Burada yet hissəsi var hansı ki, yəni bu zaman zərflərini gördüyümüz zaman biz istifadə edirik indiki bitmiş zamandan. Burada əsas məsələyə gəlirik. Deməli, since məsələsinə. Biz normalda bilirik ki, zamanlarda uzlaşma cəhətdən keçmişlə keçmiş, indiki zamansa indiki və yaxud gələcəklə uzlaşır. Yəni biz heç vaxtı keçmişi indiki və yaxud gələcəklə uzlaşdırmırıq. Amma zaman bağlayıcılarının içərisində since yeganə bağlayıcıdır ki, uzlaşmanı pozur. Yəni bu nə deməkdir? Since'in özündən sonra həmişə gəlir sadə keçmiş, amma digər tərəf olacaq indiki bitmiş zamanda. Məsələn, since she came özündən sonra sadə keçmişdir, digər tərəf she hasn't had anything olacaq. Yəni biz burada gətirib heç vaxt keçmiş vermirik. Bu bir istisna haldır, bunu əzbər bilməliyik. Since-dən sonra sadə keçmiş olacaq, digər tərəf isə olur indiki bitmiş zamanda. They have been bullied since they began studying here. Yenə də baxın since var, since'in özündən sonra yenə burada sadə keçmiş zaman verilib, digər tərəf isə indiki bitmiş zamandadır. Have been built olacaq. Bu, yəni belə deyək də istəyir, since əvvəldə də gələ bilər, bayaqları qeyd etdiyimiz kimi ortada da gələ bilər. Yəni baş cümlə ilə budaq cümlə yerini dəyişir. Since they began studying here, burada da artıq əvvəldə verilib. Amma since'in özündən sonra yalnız gələcək sadə keçmiş, digər tərəf isə olacaq indiki bitmiş zamanda. Sonra gəlirik keçmiş bitmiş zamanı. Keçmiş bitmiş zaman isə keçmişdə müəyyən bir vaxta qədər olub bitmiş hərəkətləri ifadə edir. Keçmiş bitmiş zamanı düzəltmək üçün had üstəgəl feilin 3-cü formasından istifadə edirik. Sual inkar yenə də bizdə hadin özü vasitəsilə düzəlir. Məsələn, she had removed everything. Burada sual verəndə had keçir mübtədadan əvvələ, had she removed everything olacaq. İnkarda isə haddən sonra not inkar hissəciyə əlavə edilir. Zaman zərflərinə gələndə sadə keçmiş zaman zərflərinin qarşısında by görürüksə, o halda istifadə eləyəcəyik, deməli, keçmiş bitmiş zaman. Məsələn, bundan da əlavə eyni qaydada before, by the time, after, as soon as, no sooner than, hardly when, scarcely when gördüyümüz zaman istifadə etməliyik keçmiş bitmiş zaman. Məsələn, deyirik ki, tutalım, by the evening, most of the guests had left. Yəni axşama kimi artıq qonaqların çox hissəsi getmişdi. Yəni by üstəgəl zaman zərfi görəndə istifadə edirik keçmiş zaman. Bunu ümumiyyətlə keçmiş bitmiş zaman. Bunu ümumiyyətlə yadda saxlamalıyıq ki, by'ın olduğu yerə biz indiki bitmiş zaman vermirik. Ya keçmiş bitmiş zaman verməliyik, ya da gələcək bitmiş zaman veririk. Və zaman zərflərinə gəldiyimiz zaman by the time və yaxud before'dan sonra sadə keçmiş, digər tərəf isə olur keçmiş bitmiş zamanda. Məsələn, by the time they called me, I had left və yaxud da before they called me, I had left olacaq. Yəni by the time və before'dan sonra sadə keçmiş gəlir, digər tərəf isə olur keçmiş bitmiş zamanda. After və as soon as isə ikisi eyni cürə istifadə olunur. After və yaxud da as soon as-dən sonra birbaşa sadə keçmiş və yaxud da keçmiş bitmiş zaman gələ bilər. Məsələn, ola bilər ki, after she left we came. Yəni hər iki tərəf sadə keçmişdə də ola bilər. Və yaxud da after she had informed them, they began investigation. After'dan sonra keçmiş bitmiş gələ bilər, digər tərəf sadə keçmişdə ola bilər. Eyni qaydada bu as soon as üçün də keçərlidir. As soon as she left özündən sonra sadə keçmiş, digər tərəfdə sadə keçmiş ola bilər. We came. Və yaxud da as soon as she had informed them, burada artıq keçmiş bitmişdi, digər tərəf isə olacaq sadə keçmiş zaman. They began investigation. Yəni bu o deməkdir ki, after və as soon as-dən sonra sadə keçmiş də gələ bilər, keçmiş bitmiş zaman da gələ bilər. Sadə keçmiş zaman gəldiyi halda digər tərəf sadə keçmişdə də ola bilər.
Keçmiş bitmiş zaman gəldiyi zaman isə digər tərəf yenə də sayda keçmişdə istifadə olunur. Və no sooner, hardly when, scarcely-dənə diqqət etdikdə isə yadda saxlamalıyıq ki, ümumiyyətlə biz bu üç bağlayıcını harda görsək, orada yalnız istifadə etməliyik keçmiş bitmiş zaman. Yəni digər hallarda bu bağlayıcılar istifadə olunmur. Tərcüməsinə gəldikdə isə təzəcə, yenicə kimi tərcümə olunur. Yəni bu nə deməkdir? Məsələn, deyir ki, no sooner had I stood up than I dropped my laptop. Ümumiyyətlə belə deyək də, əgər cümləmiz no sooner, hardly when və yaxud da scarcely when-lə başlayırsa, o halda cümləmizdə bir inversiya baş verir. Yəni belə olan halda köməkçi keçir mübtədadan əvvələ. Çünki biz bilirik ki, normalda mübtəda ardınca köməkçi gəlir. Amma cümlə bu üçündən biri ilə başlayarsa, no sooner, hardly və yaxud da scarcely ilə, o halda köməkçi keçəcək mübtədadan əvvələ. Eynən bu cümlədə olduğu kimi və yaxud da eynən sonuncu cümlədə olduğu kimi. Cümlənin tərcüməsində isə belə olur ki, deyir, eləcə ayağa qalxmışdım ki, notebookumu saldım. Yəni qalxan kimi notebookum düşdü mənasına gəlir. Təzəcə, yenicə mənasını verir. Və bu üç bağlayıcını da gördüyümüz zaman ancaq istifadə etməliyik keçmiş, bitmiş zaman. Növbəti zamanımız olacaq gələcək bitmiş zaman. Gələcəkdə müəyyən bir vaxta qədər olub bitəcək hərəkətləri bildirir. Gələcək bitmiş zamanı düzəltmək üçünsə will, üstəgəl have, üstəgəl feilin üçüncü formasından istifadə olunur. Sual və inkar isə will'in özü vasitəsilə verilir. Məsələn, Tom will have hidden them by the time she comes. Baxın, burada deməli, will-dan sonra have, daha sonra feilin üçüncü forması gəlir. Sualda yalnızca will keçir əvvələ. Will Tom have hidden them olacaq. İnkarda da sadəcə will-dan sonra not inkar istəyiciyini əlavə edirik. Tom will not have hidden them olacaq. Zaman zərflərinə gəldikdə gələcək zamanın qarşısında harda by görsək, o halda istifadə edirik gələcək bitmiş zaman. Məsələn, by 5 tomorrow, by summer next year, daha sonra by next year. Yəni burada artıq gələcəyin qarşısında by görəndə gələcək bitmiş zaman verməliyik. Və by the time və yaxud da before'dan sonra sayda indiki zaman gəlirsə, I will have gone to the supermarket olacaq. Yəni bu deməkdir ki, by the time'ı görəndə biz ümumiyyətlə yadda saxlamalıyıq ki, by the time'dan sonra sayda indiki zaman gəlirsə, digər tərəf həmişə olacaq gələcək bitmişdə. By the time, məsələn deyirik ki, you come, sən gələnə kimi əvvəli olacaq I will have prepared my lunch məsəl üçün. Yəni burada artıq gələcək bitmiş zamandan istifadə olunur. Çünki by the time'ın olduğu yerə biz heç vaxtı burada indiki bitmiş zamandan istifadə edə bilmərik. Yəni by the time olan yerdə indiki bitmiş zaman gəlmir. Eyni qaydada bu before üçün də keçərlidir. Məsələn, before they set it up, I will have gone to the supermarket olacaq. Daha sonra keçirik deməli bitmiş davam edici zamanı. Bitmiş davam edici zamanlara gəldikdə, indiki bitmiş davam edici zaman have, has, üstəgəl been, üstəgəl verb və ing vasitəsilə düzəlir. Keçmişdə, yəni müəyyən bir vaxt əvvəl başlayıb, indi də davam edən hərəkətləri bildirir. Hansı ki, yəni həmin müddətdə başlayıb bu proses və indiyənə kimi davam edir. Məsələn, he has been learning English since his childhood. Burada deyir ki, yəni uşaqlığından bəri ingilis dilini öyrənməyə davam edir. Yəni uşaqlığında başlayıb, çünki burada since hissəsi var və hal-hazırda da bu proses dayanmayıb. Və yaxud da they have been eating cakes for 2 hours. Yəni 2 saatdan bəridir ki, onlar keksləri yeyirlər. 2 saat əvvəl başlayıb proses hal-hazırda da davam edir. Və zaman zərfləri for və yaxud since-də ələxüsusda burada da gördüyümüz kimi for üstəgəl konkret vaxtları nə vaxt görsək, məsəl üçün for deməli for years ola bilər burada, for weeks ola bilər. Yəni for üstəgəl konkret vaxt və yaxud da since gördüyümüz zaman istifadə edirik bitmiş davam edici zaman. Since-ə gəldikdə isə yenə də bayaqki kimi since-dən sonra sayda keçmiş varsa, digər tərəf eyni qaydada indiki bitmiş davam edici zamanda ola bilər. Məsələn, she has been doing her exercises. Yəni since-dən sonra sayda keçmiş, digər tərəf olur indiki bitmiş davam edici zamanda. Biz burada keçmiş zaman vermirik, çünki bayaq da qeyd etdik ki, since yeganə istisna haldır ki, uzlaşmanı pozur. Keçmiş bitmiş davam edici zamana gəldikdə isə keçmişdə başlayıb hansısa bir hadisə, hərəkət baş verənə qədər davam edən hərəkətləri bildirir. Düzəlmə forması had üstəgəl been, üstəgəl verb, üstəgəl ing vasitəsilə düzəlir. Və
Yenə də zaman zərflərinə gələndə əsasən for və since-dən istifadə olunur. Məsələn, bu cümlədə olduğu kimi when she came, I had been sleeping since morning. Yəni o gələndə səhərdən bəri mən artıq yatmışdım. Yəni o gələnə kimi bu proses davam etmişdi. Had üstəgəl been, üstəgəl verb və ing vasitəsilə düzəldi. Və yaxud da she had been reading a book for 5 hours when her mother entered the room. Baxın, vəndən sonra görürük ki, burada sayda keçmiş zaman var. Və əvvələ də baxırıq ki, burada artıq for üstəgəl konkret bir vaxt verilib bizə. Demək ki, əgər burada bizə test boşluqları verərsə, biz artıq bundan sonra keçmiş zaman gəldiyi üçün burada indiki bitmiş zaman verə bilmərik və konkret bir vaxt olduğuna görə, yəni for üstəgəl zaman zərfi olduğu üçün demək ki, mütləq burada verməliyik keçmiş, bitmiş, davam edici zaman. Sualına, inkarına gəldikdə yenə də özü vasitəsilə düzələcək. Yəni sualda sadəcə hədi keçiririk cümlənin əvvəlinə, inkarda isə sadəcə həddən sonra not inkar hissəciyi əlavə edirik. Və burada qısa bir neçə dənə qeyd var ki, onu qeyd eləyək. Zaman uzlaşması bəzi hallarda pozula bilir. Bu hansı hallarda baş verir? Birincisi qeyd etdiyimiz kimi since bağlayıcısı olarsa, yəni bu bir istisna haldır. Və yaxud da əgər mürəkkəb cümlənin hər birinin ayrı-ayrı zaman zərfi olarsa, eləcə də təyin və yaxud da tamamlıq budaq cümlələrində. Məsələn, since they left, she hasn't seen him. Burada niyə görə since var? Since-dən sonra sayda keçmişdisə, digər tərəf indiki bitmişdi. Və yaxud digər cümlədə yesterday it was cold but today it's warm. Burada artıq mürəkkəb cümlədir, amma cümlənin hər birinin ayrı-ayrılıqda zaman zərfi var. Yəni yesterday var, digər tərəfdə today var. Yəni bu halda artıq uzlaşma təbii ki pozula bilir. Və yaxud da I don't know the place where we went yesterday. Burada da artıq deyir ki, mən bilmirəm nəyi, o yeri ki, hardakı biz dünənləri getmişdik. Yəni təyin budaq cümləsində, tamamlıq budaq cümləsində də uzlaşmalar pozula bilər. I don't know where they went yesterday. Yenə də mən bilmirəm ki, onlar dünən hara getmişdilər. Daha sonra əgər mənasını yox, ümumi tərcüməsini verərsə, o zaman özündən sonra istənilən zaman gələ bilər. Yəni bu o deməkdir ki, o halda özündən sonra gələcək zaman belə gələ bilir. Məsələn, I ask if he will come to my party. Deyir, mən soruşuram ki, o mənim partimə gələcəkmi? Burada artıq əgər mənasını deyil də ümumi mənasını verir. Və when hissəsinə gəldikdə isə, when hissəsinə diqqət etməliyik ki, əgər when anda əndə tərcüməsini verirsə, bu zaman özündən sonra yalnız ya indiki ya da sayda keçmiş zaman gəlməlidir. Amma əgər nə vaxt tərcüməsini verərsə, o özündən sonra o zaman gələcək zaman gələ bilər, yalnız bitmiş zaman gəlmir. Məsələn, I don't know when they will come. Mən bilmirəm ki, onlar nə vaxt gələcək. Burada artıq nə vaxt mənasını verir. Yəni, nə vaxt mənasını verdiyi üçün gələcək zamandan istifadə edə bilərik. Bir də var ki, məsələn, biz başqa bir cümlə quraq. Deyirik ki, I will tell you the truth when Ali comes. Bu cümləyə gəldikdə isə artıq görürük ki, deyir ki, Aysel sənə həqiqəti deyəcək, Əli gələndə. Yəni artıq burada nə vaxt kimi deyil də, anda əndə kimi tərcümə olunur. Yəni anda əndə kimi tərcümə olunanda mütləq şəkildə özündən sonra ya indiki və yaxud ya da sayda keçmiş gəlməlidir. Yəni heç vaxtı gələcək zaman gələ bilməz. Amma əgər nə vaxt mənasını verərsə, o halda biz gələcək zaman istifadə edə bilərik. İndi isə gəlin qısaca olaraq bir dənə uzlaşma məsələsinə də toxunaq. Uzlaşmaya da baxaq, zamanların uzlaşmasına, ondan sonra yekunlaşdıraq. Deməli, birincisi zaman budaq cümləsində qeyd etdiyimiz kimi bağlayıcıdan sonra heç vaxtı gələcək zaman gəlmir. Zaman budaq cümləsinin bağlayıcılarına gəldikdə hansılardır bunlar? Till ola bilər. Daha sonra burada olacaq until və yaxud da as soon as. Till, until, dak deməkdir. As soon as isə dərhal mənasına gəlir. Dərhal, kimi, dərhal olacaq. Before ola bilər burada. Before əvvəl, after sonra deməkdir. Daha sonra when ola bilər. While ola bilər. By the time ola bilər. By the time-da kimi qədər deməkdir. Məsələn, sən gələnə kimi tutalım. Bir də deməli ola bilər burada since isə bəri deməkdir. Bəri. While isə erkən mənasındadır. Deməli, zaman budaq cümləsində, yəni bağlayıcıdan sonra heç vaxtı gələcək zaman gəlmir. Yəni bunlardan sonra will, would və s. istifadə etmirik. Bunlardan sonra ya sayda indiki zaman gələ bilər, ya da sayda keçmiş zaman veririk.
Tabii ki burada bəzi istisnalar var. Məsəl üçün when-dən, while-dan sonra davam edici zaman gəlir, since-dən sonra sadə keçmiş gələ bilər yalnız, amma yəni bu ümumilikdə nəzərdə tutulur. İndi keçdik hissə-hissə. Məsələn, burada till və yaxud until olarsa, till və yaxud until dediyimiz kimi dəq-dəq deməkdir. Əgər till-dən və yaxud da until-dan sonra sadə indiki zaman gəlirsə, məsələn, deyirik ki, till və yaxud until she comes. Burada əvvəlində biz istifadə eləyə bilərik ya sadə indiki zaman, ya da sadə gələcək zaman. Məsələn, I will go ola bilər və yaxud da deyə bilərik we wait for him. We wait for him. Yəni özündən sonra sadə indiki zaman gəlirsə, əvvəlində ya gələcək zaman olacaq, ya da sadə indiki zaman olacaq. Əgər till və yaxud until-ın özündən sonra keçmiş zaman gələrsə, məsələn, deyirik ki, he came, burada artıq keçmiş zamandır. Keçmiş zaman olduğu zaman isə əvvəli də olacaq sadə keçmişdə. Yəni artıq biz burada verəcəyik I went. Məsələn, I went till və yaxud until he came. Yəni özündən sonra sadə keçmişdirsə əvvəli olacaq sadə keçmişdə, özündən sonra indiki zaman isə əvvəli olacaq ya indiki ya da gələcək zamanda. Daha sonra keçirik after və as soon as-ə. After və as soon as eyni cür istifadə olunur. Yəni after sonra deməkdir, as soon as isə dərhal mənasına gəlir. After və as soon as-ın özündən sonra keçmiş sadə zamanda gələ bilər. Eyni vaxtda keçmiş bitmiş zamanda ola bilər. Yəni after və as soon as yeganə haldır ki, özündən sonra keçmiş bitmiş zaman gəlir. Digər tərəf isə keçmiş sadə zamanda olacaq. Keçmiş sadə. Yəni bu nə deməkdir? Məsələn, burada qeyd oluna bilər ki, tutalım, after she left, we came. Yəni after'dan sonra gəldi sadə keçmiş, digər tərəfdə oldu sadə keçmiş zamanda. Və yaxud da after'ın özündən sonra keçmiş bitmiş də gələ bilər. Məsələn, after she had finished her work, she joined us. Yəni dərsini bitirdikdən sonra bizə qoşuldu. Burada isə özündən sonra keçmiş bitmiş zaman gəlib. Digər tərəf isə olur sadə keçmişdə. Eyni qayda as soon as üçün də keçərlidir. Yəni məsələn biz eyni qaydada qeyd eləyə bilərik. As soon as she left, we came. Həmçinin deyə bilərik ki, as soon as she had finished her work, she joined us. She joined us. Yəni after və as soon as-dən sonra həm sadə keçmiş, həm də keçmiş bitmiş zaman gələ bilər və digər tərəf isə olacaq sadə keçmişdə. Daha sonra növbəti before-a gəldiyimiz zaman isə before-da after-ın belə deyək də daha fərqli versiyasıdır, sanki bir-birinin əksi kimidir. Yəni before-un özündən sonra gələcək keçmiş sadə zaman əvvəlində artıq biz burada ya sadə keçmiş istifadə edəcəyik, ya da keçmiş bitmiş zaman istifadə edəcəyik. Keçmiş bitmiş. Məsələn, deyək ki, belə bir cümlə verilir bizə. Before you came home. Artıq digər tərəfdə biz məsəl üçün verə bilərik. We made dinner. Yəni özündən sonra gəldi sadə keçmiş. Made çünki sadə keçmişdir. Və yaxud da deyə bilərik ki, I had finished my work. Yəni özündən digər hissədə, yəni özündən əvvəl gələ bilər keçmiş bitmiş zamanda. Bir növ belə deyək də, after-dən sanki bir-birinin tərsinəsidir. After-ın özündən sonra keçmiş bitmiş zaman gəlir, digər tərəf olur sadə zamanda, amma before-da isə özündən sonra gəlir sadə keçmiş, digər tərəf ya sadə keçmişdə olacaq, ya da olacaq keçmiş bitmiş zamanda. While məsələsinə gələk daha sonra. While qeyd etdiyimiz kimi arkan, ərkən deməkdir. Əsasən davam edici zamandan istifadə olunur. Əgər while'ın özündən sonra, məsələn, deyək ki, indiki davam edici zaman gəlirsə, she is reading a book verilirsə bizə testlərdə, mütləq şəkildə əvvəli də indiki zamandan uzlaşmalıdır. Məsələn, olacaq, I am listening to music.
Və yaxud da əgər özündən sonra keçmiş davam edici zaman gələrsə, she was reading a book olarsa, yəni keçmiş davam edici zaman gəlirsə, o halda artıq əvvəlində də olacaq keçmiş davam edici zaman. Məsələn, olacaq ki, I was listening to music. Əsasən də qeyd etdiyimiz kimi davam edici zamanlarda istifadə olunur. Növbəti olaraq keçirik when-ə. Birincisi, ilk növbədə yadda saxlamalıyıq ki, zaman budaq cümləsində when, what time, eləcə də how long ago. Bunlardan sonra biz heç vaxtı bitmiş zaman istifadə edə bilmərik. Yəni have, has plus feilin üçüncü forması gələ bilmir. Bunu əzbəriyyatda saxlamalıyıq. Amma bundan fərqli olaraq, əgər cümlədə since when, daha sonra since what time, eləcə də since then və yaxud since that time olarsa, bu halda artıq biz istifadə edəcəyik indiki bitmiş zaman. Yəni have, has plus feilin üçüncü forması və burada yalnız istifadə olunur indiki bitmiş zaman, keçmiş bitmiş zaman vermirik. Hətta cümləmiz, yəni bizə verilən əvvəlki cümlə keçmiş zamanda olsa belə. Məsələn, deyək ki, testdə belə bir şey verilir bizə. Yesterday I met my friend, mən dünənləri dostumla rastlaşdım. Baxmayaraq ki, cümləmiz sayda keçmişdədir. Əgər bizə gətirib burada since then verirsə, yəni o vaxtdan bəri, artıq since then-ə görə biz burada gətirib indiki bitmiş zaman verəcəyik. Since then, məsələn, I haven't seen him olacaq. Yəni, bura heç vaxtı gətirib biz keçmiş bitmiş zaman verə bilmərik. Çünki bunlardan sonra keçmiş bitmiş zaman istifadə etmirik. İstifadə olunacaq indiki bitmiş zaman. Və when-in uzlaşmasına gəldikdə isə, when-də əsas məsələ nədir? Əgər when-in özündən sonra indiki sadə zaman gəlirsə, sadə indiki zaman. Əvvəlində indiki ilə və gələcəklə bağlı olanların hamısı demək olar ki, istifadə olunur. Burada sadə indiki ola bilər, indiki davam edici zaman ola bilər, gələcək sadə zaman ola bilər, daha sonra gələcək davam edici zaman ola bilər, eləcə də gələcək bitmiş zaman ola bilər. Biz burada bir dənə indiki bitmiş zamandan istifadə etmirik. Çünki indiki bitmiş zaman əsasən since olarkən istifadə olunur. Yəni, deyək ki, bizə belə bir cümlə verilir. When you arrive, yəni özündən sonra verildi sayda indiki zaman. Əvvəlində I prepare ola bilər, yəni indiki sayda zaman və yaxud I am reading verilə bilər, indiki davam edici zaman. Daha sonra gələcək zaman ola bilər, I will read ola bilər. Gələcək davam edici zaman ola bilər, I will be reading ola bilər. Eləcə də gələcək bitmiş zaman ola bilər, I will have məsələn, prepared desək, prepared gələ bilər. Yəni, özündən sonra indiki zamandırsa, əvvəlində indiki və gələcəyin hər şeyi istifadə olunur, amma təbii ki, indiki bitmiş zamandan başqa. Əgər when-dən sonra sayda keçmiş zaman gələrsə, when-dən sonra sayda keçmiş zaman gəldikdə, məsələn, tutalım ki, burada you came verilir, sayda keçmiş. O halda keçmişin hər bir zaman forması ilə uzlaşdıra bilirik. Yəni, burada I prepared ola bilər, sayda keçmiş zaman. Daha sonra ola bilər I was reading. Yəni, keçmiş, davam edici zaman. Və yaxud da verə bilərik I had seen you. Keçmiş, bitmiş zaman. Eləcə də ola bilər it had been raining. Yəni, sayda keçmiş gələ bilər, keçmiş davam edici ola bilər, keçmiş bitmiş ola bilər, keçmiş bitmiş davam edici ola bilər. Bu bütün zamanları istifadə edə bilərik. Növbəti olaraq keçirik sinsə. Sinsə dedik ki, yeganə istisna haldır ki, sins uzlaşmanı pozur, mənası bəri deməkdir. Sinsin özündən sonra olacaq sayda keçmiş zaman, məsəl üçün since you came, əvvəli olmalıdır mütləq şəkildə indiki bitmiş zamanda. I haven't seen you. Məsəl üçün, özündən sonra sayda keçmiş, əvvəli indiki bitmişdir. Amma diqqət eləməliyik ki, testlərdə bizə fərqli bir zaman forması da verilə bilər. Burada cümlələri saysaq ən rahat yolu budur ki, cümləni sayaq. Məsələn, baxırıq ki, testdə 2 dənə zaman forması var. Yəni, 2 cümlə var cəmi. Bir cümlə və ikinci cümlə. I haven't seen you birinci cümləmizdir, you came isə ikinci cümləmizdir. Belə olan halda uzlaşma pozulur. Amma əgər testdə bizə başqa bir zamanla bağlı cümlə verərsə, yəni keçmiş zamanda bir cümlə verirsə, məsələn, qeyd eləyər ki, yesterday I met my friend.
Daha sonra gətirib bizə cümləndə ortada since he left our city, o bizim şəhəri tərk edəndən bəri artıq burada olacaq I hadn't seen him. Testdə baxırıq ki, əgər bizə yuxarıda əvvəlcədən keçmiş zamana aid bir cümlə verilibsə, biz gətirib artıq burada uzlaşmanı poza bilmərik, yəni haven't verə bilmərik. Ya bunu bu şəkildə tapa bilərik testdə və yaxud da əgər siz bizi çaşdırırsa cümlələri saya bilərik. Yesterday I met my friend bir cümlədir, I hadn't seen him ikinci cümlədir, he left our city isə üçüncü cümlədir. Və belə olan hallarda cümlələri saydığımız zaman 3 cümlə olarsa keçmiş olacaq. Yox, əgər 2 cümlə olarsa since-də, o halda özündən sonra sayda keçmiş əvvəli olacaq indiki bitmiş zamanda. Növbəti deməli bağlayıcımız isə olacaq by the time. By the time qeyd etdiyimiz kimi qədər deməkdir. By the time-dan sonra əgər sayda keçmiş zaman gəlirsə, məsəl üçün bizə verirsə ki you came, əvvəli olacaq deməli keçmiş bitmişdə. I had finished my work. Özündən sonra sayda keçmiş gəlirsə, əvvəli də keçmiş bitmişdədir. Yox, əgər by the time-dan sonra indiki zaman gələrsə, məsələn, you arrive verərsə, bayaqlarda qeyd etmişdik ki, by-ın olduğu yerə indiki bitmiş zaman vermirik. O halda verəcəyi burada gələcək bitmiş zaman. I will have prepared my lunch. Yəni biz burada gətirib heç vaxt məsəl üçün I have prepared verə bilmərik. Mütləq şəkildə verməliyik gələcək bitmiş zaman. Və şərt budaq cümləsinə gəldikdə isə şərt budaq cümləsinin bağlayıcıları hansılardır? Onlardan danışaq. Şərt budaq cümləsində if, eləcə də unless və yaxud da as long as-dən istifadə oluna bilər. Mənası əgər o halda deməkdir. Yəni if-dən də göründüyü kimi unless özü if nota bərabərdir. Bayaqlarda bunu qeyd etmişdik. Unless özü if notdur. Yəni əgər yoxsa kimi tərcümə olunur. Yəni bu deməkdir ki, unless-in olduğu yerə biz artıq ikinci bir inkar vermirik. Şərt budaq cümləsində də bağlayıcıdan sonra əgər mənasını verdikdə heç zaman gələcək zamandan istifadə etmirik. Əgər şərt budaq cümləsində bağlayıcıdan sonra, məsələn deyək ki, if-dən sonra bizə sayda indiki zaman verərsə, tutalım ki, you come verərsə, o halda əvvəlinə əsasən istifadə eləyirik gələcək zamanda. Yəni deyək ki, belə bir cümlə verilir. Məsələn, deyir ki, if I have enough money, yəni if-dən sonra istifadə elədik sayda zaman. If I have enough money, əgər kifayət qədər pulum olsa, digər tərəf olacaq. I will buy a new car. Yeni maşın alacağım. Yəni sayda indiki zamandırsa digər tərəfi olacaq gələcək zamanda. Əgər if-dən sonra sayda keçmiş zaman gələrsə, məsəl üçün if I had enough time, əgər kifayət qədər vaxtım olsaydı, artıq bu halda, yəni əgər özündən sonra sayda keçmiş gəlirsə, digər tərəf olacaq I would help you, sənə kömək edərdim. Yəni keçmişə nəzərən gələcək zamandan istifadə edirik. Özündən sonra sayda indiki etsə digər tərəf olacaq əsasən gələcək zamanda. Özündən sonra sayda keçmişdirsə istifadə edirik keçmişə nəzərən gələcək zaman. Ümid edirəm ki, zaman budaq cümləsi sizə aydındır tamamilə. Əgər hər hansısa bir sualınız olarsa, komment bölməsinə yaza bilərsiniz. Hər birinizə uğurlar. Növbəti dərs izahlarında görüşərik. Hələlik.